мы пришли в музей ковра Азербайджана. Я слышал, что это вообще один из лучших музеев ковра в мире. И тут у нас вот заслуженные мастера Азербайджана расскажут вот про этот цех, который вы не увидите на экскурсии. Buyurunuz Darel Müəllim. Вы являетесь заслуженным художником Азербайджана. Расскажите вот про этот цех. Замечательно. Я про чего рассказываю? Вот именно вот про ваш цех. То, что там шедевры мы видим, мы знаем. А вот... Azərbaycan dilə, bəli. Yəni bu ənənəvi texnoloji şöbəsində biz çalışırıq ki, unudulmuş qədim texnologiyalar bərpa edək, çeşidləri bərpa edək. Və bir neçə biz böyük proyektlər işləmişik. Demək, hətta belə bir proyektimiz olub bizim ki, demək, Pribaltikadan bizə bir foto verirlər, 30-cu illərin fotosu. Orada bizim Dəryanur xalçasının ağ-qara şəkli var idi. Biz onu rəngli bərpa elədik və çox da xoşlarına gəldi. Orada da yaxşı bir... Burada xalçalar da bərpa edirsiniz? Bərpa yox. O çeşidini biz fotodan götürüb bərpa elədik. То есть они в своем цеху по фотографии могут воспроизвести с нуля ковер? Da, цветной. Hanım, bəs tələbələr tez-tez gəlirlər bura? Yəni, xalçaçılıq sənəti bildiyimiz kimi Azərbaycanın ən qədim, ənənəvi bir sənət növüdür. Bu sənət növünü illərlə, əsrlərlə, yəni nənələrimiz bugünə qədər gəlib çatdırıb. Bizim də borcumuzdur ki, gələcək nəsillərə burada işləyirik. Həm də yeni Tariq müəllim demiş, eskizləri bərpa edirik, toxuyuruq. Bununla bərabər gənclərimiz müraciət edir. Həm Azərbaycan vətəndaşları, həm xarici ölkə vətəndaşları burada ustad dərsləri, kursları təşkil olunur. Onlar böyük maraqla, yəni bu sənətin incəliklərini öyrənirlər. Məryəm də müraciət edib bura, yəni gəlib artıq tekstil sahəsi üzrə gənc mütəxəssis alınacaq gələcəkdə Azərbaycanımız üçün. Bununla bərabər xalçaçılıq sənətinə də böyük maraq göstərdi. Artıq özü sərbəst, biz eskiz deyirik, çeşni. O çeşnidən baxıb xalçanı, ilməni toxuya bilir. İndi hal-hazırda biz məşğuluq, istəsəz, yəni özünüz də çəkilişdə baxa bilərsiniz ki, Məryəm toxuyur, siz çəkilir. Чтобы вы понимали, дорогие друзья, balaca Magnitski neçə gün gedir? Yəni bu tələbə üçün biraz uzun müddət çəkir, amma biz gün ərzində bundan 2 dənəsini toxuyuruq. Два магнитика в день. Özdə bir şey də qeyd edeyim ki, xırda xalçalar toxumaq daha çətindir ki, o simmetriyanı qoruyub saxlayaq, yəni balaca və əyriliyi olmasın, yatımı, naxışları hamısı eyni bərabərlikdə alınsın. Çox bir gözəl sənətdir, həqiqətən biz bu sənətin vurğunuyuq. Deyərdim ki, ilmə Azərbaycan tarixinin, yəni ilmələrlə toxunan bir tarixdir. Və ən qədimi xalça, самый старинный, вот в вашем музее ковер. 300 il yaşı olan. Более 300 лет он. Vəziyyəti on normal сохранился? Yaxşıdır, vəziyyətləri yaxşıdır. Konservasiya olunur. Xalçasına satırlar. Bütün dünyada ondan 8-9 liradır, amma tam demək, bütöv formada bizdə muzeydədir. Və bura xarici ölkələrdən də tələbələr gəlir, Bəli, İngiltərə vətəndaşı, Amerika Birləşmiş Ştatları, Rusiya, Hindistan, Rusiya, Ukrayna müraciət edirlər. Yəni burada ya şirkətlərdə çalışırlar, ya uzun müddət ezamiyyədədirlər, gəlirlər böyük həvəslə. Hətta TİSA var, Beynəlxalq Azərbaycan Məktəbinin direktoru, müəllimləri gəldilər, 3 kurs burada toxudular, belə zövq aldılar. İndi də əlaqələrimiz var, yəni yenə Azərbaycana gələndə gəlirlər, ziyarət edirlər muzeyi. Короче, ребята, приходите в музей ковра, если вам повезет, можете даже записаться на курсы, или если вы студенты по этой специальности, можете проходить здесь практику. Düzdür? Sehirli bir aləmdir xalça muzeyi. Yəni dünyada da ilk dəfə Azərbaycanın həqiqətən bu sənətin vətəni kimi demək olar ki, ilk dəfə xalça muzeyi Azərbaycanda yaranmış dünya. Muzey kovra первый в mire. мире. Ancaq xalça, yəni bütün dünyada bizim xalçalarımız nümayiş olunur. Müəllim тоже, наверное, художник. Müəllim просто зашел, тоже студент, наверное. Здравствуйте. Спасибо большое.